Rəqəmsallaşan dünyada imzalar belə elektronlaşdırılır. Bu imzaların təhlükəsiz, izlənə bilən, vaxt və maliyyə baxımından qənaətçil olması onları iş dünyasında populyar edib. Adi imzanın fərqi sadəcə onun saxtalaşdırılmasına qoyulan məhdudiyyətlərdir. Yəni elektron imzanın əsas 3 xarakteristikası var ki, bu sənədin tamlığı, imzalayan şəxsin identifikasiyası və üçüncü tərəfi odur ki, burada inkar edilməzlik amili var ki, bu da daha çox qanunvericiliyi ilə gəlir. Elektron imza hər nə qədər rahat olsa da bir çox hallarda onun belə saxtalaşdırılması mümkündür. Sima imzanın yaradılmasında maksimal olaraq ən çox istifadə olunan və tanınan standartları tətbiq etmişik. Həm kriptoqrafik açarlar üzərindən, həm alqoritmlər üzərindən, həm də imza sertifikatının verilməsi prosedurunda. Yəni, belə deyim, əvvəlki dövrlə müqayisədə elektron imzanın verilməsi proseduru eyni qalıb. Bəs imzanın saxtalaşdırılması hansı hallarda baş verə bilər? İmzanın kağız daşıyıcıda qələm vasitəsilə icrası ilə bağlı saxtalaşdırma olduqda müvafiq xəttşünaslıq ekspertizası vasitəsilə imzanın həmin şəxsə məxsus olmadığı öz təsirini tapa bilir. Bundan əlavə, hətta şəxs özü imzalasa belə aldadılıbdırsa və ya yanılıbdırsa, psixoloji vəziyyəti uyğun olmayıbsa, bu zaman belə onun imzası deməli etibarsız hesab edilə bilir. Hüquqşünasın sözlərinə görə məharətlə saxtalaşdırılmış yazılı imzanı yalnız qrafoloji ekspertiza aşkara çıxara bilər. Bundan ötürü isə ciddi əsaslar olmalıdır. Qanunvericiliyə və elektron imzadan istifadə ilə bağlı müqavilələrə görə şəxs o imzadan yalnız özü istifadə etməlidir, başqalarına təqdim etməməlidir. Burada bilirsiniz, yəni müəyyən mobil operatorlar vasitəsilə, internet deməli, texniki vasitələri ilə müəyyən imza edilir. Nə qədər ki, əksi sübut olunmayıb, həmin şəxs özü məsuliyyət daşıyır və deməli, onun imzasının həqiqi olduğu güman olunur. Əgər şəxs sonradan deyilirsə ki, bu onun imzası deyil, bu zaman artıq o bunu özü sübut eləməlidir. Bunu müxtəlif vasitələrlə sübut eləyə bilər. Eyni zamanda texniki ekspertiza, kompüter texniki ekspertizası vasitəsilə də imzanın ona məxsus olmadığı sübut edilə bilər. Bunun üçün sənədləri imzalayarkən xırda bir fərqlilik etmək olar. İmzaladığınız sənədi heç kimə bildirmədən kiçik bir işarə qoyun. Məsələn, sənədin əks tərəfində kiçik bir nöqtə və ya sənədin bir küncünü qatlamaqla. Təbii ki, bunu heç kimə hiss etdirmədən yerinə yetirmək lazımdır. Elektron imzadan istifadə edərkən yalnız təsdiqlənmiş və təhlükəsiz proqram təminatlarından yararlanın.